Aziz tamaşaçılar, biz Şamaxı Şəhər Stadionundayıq. Burada Marafon komandası ilə Zəngəzur komandasının final oyununa tamaşa edirik. Bu yanımızda əyləşən Zəngəzur komandasının azarkeşləridir. Bu hayqırtılar təkcə komandanın azarkeşlərinin hayqırtısı deyil. Bu Zəngəzur mahalından, Dədə Baba yurdundan qovulanların, nəvələrinin, torunlarının Zəngəzura qayıdacağı yolun hayqırtısıdır. Merkezine doğru ötürme Cavid İmamverdiyev havan mübarizesi top indi. Zəngəzur komandasının futbolcularında kalır. Hesap açmalar. Kapıya doğru zərbe ve gol! 1-0! Zəngəzur komandası hesabı açır. Finalda gol var artık. Finalda gol var. Top kapıdan geçti. Babək Allahverdiyev bu defa çaresizdi. Golun müellifini de biz artık yakın kulağında gördük. 28. dakika Zəngəzur 1 Marafon 0 ve komandanın baş bekçisi Şahin Məmmədov Bekçiler korkusunda belə bayram etdi golu. Eşkin Tağıyev mini futbolcu Azərbaycan milli komandasının heyətində dünya ve Avropa şampiyonu Emin tecrübesine sığınarak final karşılaşmasında hesabı açmalar defter olup yakın puanda gördüğümüz Eşkin Tağıyev 1-0. Basir'e doğru rakime var boyuna kervese Cavid İmamverdiyev bayrak kalkmayıp kapıya doğru zerbe Cavid İmamverdiyev 2-0. Cavid İmamverdiyev tecrübe sözünü dedi. İllerin tecrübesiydi bu. Hem Azerbaycan milli komandasının hem Neftçi'nin bir dönemler en önemli gol silahlarından olan Cavid İmamverdiyev bu yaşına bakmayarak bu Megambola komandasının dağıtına çattı.
iddiasıdır ki Zəngəzur heyətində istər Ruslan Əmircanov, istər də Cavid İmamverdiyev qeyd etdiyim nüanslara, qeyd etdiyim üstünlüklərə sahibdirlər. Əlbəttə ki, burada oyundan kənar vəziyyət etirazı da var. Kamran Bəy Rəhimov da hazırda Marafon komandasının futbolçuların əhatəsindədir və qeyd edir ki, vəziyyətə, epizoda baxılır. İlk anda gözüm Orxan İbişovdaydı, yan xətt hakimində. Bayraq havaya qalxmadı. Ne zoruydu ya.
Bilmiyorum bunlar niye değil? Sevincimizin haddi hududu yoktur. Ağır bir yol geçtik. Ahırda çempionluk için bu yola çıkmıştık ve esas mesele odur ki mağlup olmadan çempionatı bitirdik. Bu hiçbir komandaya yani kas olan bir şey değil. İnşallah da ki bunun devamını getireceğiz Allah'ın köməklə ikinci divizyonda. Bütün Zəngəzur əhlini, bütün Zəngəzurun fanatlarını, buradaki Şamaxı fanatları, kim ki bize abalet edirdi, hamısına teşekkürümü bildirirəm. Hamının əziyyəti var. Futbolcular, qıraqda qalanlar, avtobus şoförü, inzibat. Bu burada hamının zəhməti var. Ona görə hamıya teşekkür edirəm, sizə də teşekkür edirəm. Bizi yayınlıyorsunuz, bizi tanıyırlar, sizə görə bizi tanıyırlar. Çox teşekkür. Təbriklər. Komandamızı təbrik edirəm. Yaxşı oyun oldu, əzmkar mübarizə getdi. Gələcək yollarında uğurlar olsun. Komanda da əziyyət çəkən bütün rəhbəri heyətinə təşəkkür edirəm ki, Zəngəzurun adını belə uzatdılar. Və mən inanıram ki, bu Zəngəzur komandası uğurlu davamı ilə dünyada Zəngəzurun həqiqətən Azərbaycan torpağı olduğunu tanıtılacaq və biz bir gün yəqin ki, Zəngəzur torpağında öz komandamızdan çıxış edəcək. Bir daha təbrik edirəm, azarkeşlərimizə təşəkkür edirəm. Yaxşı azarkeşlik elədilər. Qrup rəhbərliyinə, əmək keçən hər bir kəsə təşəkkür edirəm, uğurlar olsun. Bugün demək Zəngəzur və Marafon klubları arasında çok güzel bir oyunu izledik. Doğrudan da futboldan zövq aldıq. Mən Zəngəzurun oyununu daha çok beğendim və layiqli qələbə qazandılar. Bu münasibətlə hər bir klubun
üzvlərini başda Şahin müəllim olmaqla hamısını təbrik edirəm və onlara gələcəkdə uğurlar arzulayıram. Mən 1997-ci ildə inamla demişdim ki, vaxt gələcək torpaqlarımız qayıdacaq və mən Xankəndi stadionunda oyunları izləyəcəm. Mən bugün çox şadam ki, həm torpaqlarımız qayıdıb, həm də ki, Zəngəzurun adı yaşayır və Zəngəzur inanıram ki, bu klubun gələcəyi də daha yüksəklərdə olacaq. Ben o demək istəyirəm ki, Allah cəmiyyətimizə, xalqımıza can sağlığı versin, elə qalibiyyət, ancaq qalibiyyət gəlsin. Təşəkkürlər torpağımıza, elimizdən, millətimizə. Azərbaycan Region Liqası finalında bugün şükürlər olsun ki, Allah bizə qalibiyyəti nəsib elədi. 9 ay, sentyabr ayından ta may ayına qədər uzanan bir yolculuğun axırında Allah bizə qalibiyyəti nəsib elədi. Şükürlər olsun. Bütün oyunçularıma, bütün stafa, bütün təşkilatçılara, bütün bizi dəstək olanlara, bütün Zəngəzur mahalına, bütün Qərbi Azərbaycan cəmaatına minnətdarlığımı bildirirəm.